Salamlar. Bugün sizlərlə birlikdə Geometry Dash Light oynayacağıq. Bu videonu Fərəzdən görmüşəm, FRC-dən. Yəni onun kanalından da gedib izləyə bilərsiniz. Fərəz FRC 13 yazsaz, yəni kanal çıxar. Ondan yəni götürmüşəm bu videonu. İlk öncə Stereo Madness oynayacağam. Yəni mən oynamışam Geometry, yəni əvvəllər oynayırdım. Ona görə mənə görə çətin olmayacaq mənim fikrimcə. Amma ilk bölümlər çətin olmayacaq. Daha sonra çətinləşəcək, yəni. Bunun istəsəz davamında oynadığım video çəkə bilərəm. İndi bu oyunu, yəni birinci hissəni bu bölümdə qutarım, belə bölüm-bölüm çəkə bilərəm. Burada şeylər də olur. Qızıllar. O qızıllar da coinlər. Yığada bilərsən, yığmaya bilərsən, məcbur deyil. Yəni, bu oyun biraz adam əsəb eləyir. Amma mən əvvəldən oynadığım və biraz bildiyim üçün necə oynamaq lazımdır. Həm də əlimin öyrəşdiyi üçün. Ona görə də, yəni mənə görə asan gəlir. Gördüyünüz kimi ölmədən keçirəm. Amma indi belə də deməyim də, çünki çoxdan oynamışam. Ölə də bilərəm. Yəni çoxdan uzun bir müddətdir oynayıram. Gördüyünüz kimi buradan hər oyunda 3 qızıl olur. O 3 qızıl elə bildim tullandıracaq. Nəysə. Başladıq da yenə. Bu oyun bir çətin yanında odur ki, yəni öləndən sonra burada bir checkpoint zad yoxdur da, yəni öləndən sonra atır başa. Yəni bu da biraz problemlidir, amma burada praktik mod var. Praktik modu qoşursan, praktik moda qoşanda sən getdikcə checkpoint qoyur. Yəni öləndə də oradan başlayırsan da. Aha. Bu bölümdə bəlkə birincin və ya ikincin oynadım, dəqiq bilmirəm. Hələ birincin qutarım, yəni. Birincin qutarandan sonra əgər 10 dəqiqəni də keçməyibsə, yəni vaxtım varsa ikincini də oynayaram. Gördüyünüz kimi mənə görə biraz asan gəlir, amma bir yax, yəni fikrim elə bildim o mənə tullandıracaq. Yəni elə qabaqda elə gələcək də, yəni mən bir ara oynayırdım bunu burada. Yoxsa asandır. Gördüyünüz kimi. Burada yer olmalıdır. O yerdən keçə bilmədim. Reklam üçün gəldi. Aha. Yəni orada yer var idi. Ora girəndə yəni qızıl şey eləyirdi də. 3 dənə coin yığmalıyıq qızıl. Onlar da gələcək bölümləri açmaq üçün köməkli olur. Onu götürmək üçün yəni ora girməyə çalışdım, amma girəmədim. Ona görə də o coin qızılı götürməyəcəm. Yəni başqa hansı oyunu oynamağımı istəyirsinizsə yorumlara yaza bilərsiniz. Yəni gördüyünüz kimi. Yəni biraz asan gəlir mənə. Yəni iləriki bölümlərdə çətinləşəcək böyük ehtimal yox, çətinləşəcək. Yəni iləriki bölümlər daha da çətindir. Biraz ciddi oynayım. İlk bölümü keçim. İlk bölümlər həmişə asan olur. Başqa hansı oyunu oynamağımı istəyirsinizsə yaza bilərsiniz. Yəni Schoolboy Runaway oynamaq istəyirəm. Düzü. Shortda da paylaşacağam. Yaxın zamanda videosu gəlsə Schoolboy Runaway o shortunu paylaşacağam ki, yaxın zamanda videosu gələcək. Bunun çətin bölümləri də var. O bölümləri də denəyəcəm bəlkə bu oyunda. Amma hələ ki birinci bölümü qutarım. Ondan sonra denəyəcəm o bölümləri. Birinci bölümü qutarandan sonra. Birinci bölümə də yaxınlaşmışdım, yəni qutarmağa. Qızılı götürməsəydim. Amma bu qızılı götürə bilərəm.
Yəni aha, bu təyyarədən sonra, yəni uçaq şeyindən sonra qurtarır. Son qurtarır. Все. Gördüyünüz kimi birinci bölüm qurtardı. Level complete. 2 qızıl, 3-cü qızılı götürməmişəm. Burada praktik mod da var. Çətin modlardan biri var idi. Yoruma yazmışlar ki, Cloud Fun oynasan, yəni baxaram. 20% getmişdim. Biraz çətində bu düz. Baxın görün. Gördüyünüz kimi çətindir biraz. Çox qarma qarışıqdır biraz, nə yalan deyim. Gördüyünüz kimi. Burada 50%-ə gəlməyə çalışacağam. Yəni əgər bəyənsəz 100%-əcən də oynayaram. Amma hələlik bu videoda 50%-ə gəlməyə çalışacağam. Gələ bilsəm. Ən çox 20 neçəyə getmişdim, səhv eləmirəmsə. Mən indi 50%-ə gəlməyə çalışacağam. Yəni tullanmadı. Tamam. Yəni adamı biraz əsəb eləyən oyundur, amma yəni əsəblərimizə hakim olmalıyıq, sinirlərimizə, əsəblərimizə də deyirəm. 50%-dən gətirəcəm bu bölümdə. Gətirə bilsəm onu da, yəni əgər bu çətin bölümün adı da yadımdan çıxdı. Bu bölümün təkrar oynamağımı istəyirsinizsə, yəni 10 like, çox yox, 10 like. Biraz çətindir, yəni biraz dediyim bayağı çətindir. Öyrəşməmişəm yəni. Amma gedə bilərəm biraz diqqətli oynasam. Bəs sən indi niyə buraxdın? Aha. Bu səfər olacaq. Ciddi oynayıram. Aha. Orada tullanmalıydım. Buralar asandı. Dedim öldüm və öyrəşdim buraları tez-tez keçəcəm. Gördüyünüz kimi buralar asandı. Orada tullanmalıydım. Aha. Bu səfər olacaq, oranı keçəcəm bu səfər. Keçməliyəm bu səfər oranı. Getdik. İndi orada özü tullandırmalıydı. Oraya ilk dəfə də gəlirdim, ona görə də yəni bilmədim nətər eləmək lazımdır. Biraz çox qarma qarışıqdır, yəni tərs çevrilir, düz olur, balacalaşır. Orada bir dəfə də basmalıydım. Yəni 21% gəlmişəm, məncə 30% gəlsəm bəsdir. 50% də yox. Çünki mən birinci bölüm keçdim, ona görə video uzanır baya. Ona görə yəni 30% gəlsəm, əgər istəsəniz yenə 10 like gəlsə, mən davamında çəkəcəm. Bu səfər ciddi oynayıram. Biraz ciddi oynadım. Ona görə danışa bilmədim. Ona görə. Çünki 30% səsimi bağlayacağam, yəni danışmayacağam. 30%-əcəm gedəcəm. Amma səsimi bağlamalıyam ki, yəni danışmamalıyam ki, ciddi oynayım. Danışa biraz çətin olur, ona görə fikrim yayınır.
Aydat. 26%'den geldi mi? 30% eləyəcəm onu, 30% eləyəcəm. 30% eləyib bugün videonu sonlandıracağım. Full odaklanmışam yani. Yani son dəfə denememdi. Oldu oldu olmadı da gələn səfər yani. Çünkü çok hem video uzandı. Hem de ki böyle adam biraz əsəb olur. Yani oldu oldu olmadı da ki olmadı. Və gələn videoda əgər 10 like gəlsə eləməyi düşünürəm. Tullanmalıydım orada. Neyse. Olmadı. 26%'den gittim yani. Bakın gördünüz burada coinler lazımdı. Ona coin lazımdı buna. En son budur. Bu necə bir şeydi bakın. Minecraft oxşuyur ne yalan Minecraft. Gördünüz. Çok qəribədir yəni. Çıxıram. Gələn səfər bunu həminki bölmənin 50%-ə çatdırmaq və bu ikinci bölməni oynamağı düşünürəm. İkinci bölmədən də belə bir şey göstərim ki, ikinci bölmədə baxın belədir. Görürsüz. Yəni gələn səfər bu ikinci bölməni bitirəcəm. O bölməni də 30%, 50% belə çatdırmağa çalışacağam. Yəni bugünlük video bu qədər. Bir dəqiqə ölüm. Bugünlük video bu qədər. Sağ olun.